Həftəlik bürclər, dolçu əkizlər, tərəzi bürclərini, hava ünsürlərini 13 iyuldan 20 iyula doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Ümumi bir şey deyəcəm sizə, dolçu əkizlər, tərəzi bürcləri. Bu həftə həqiqətən elə bir ki, havadasınız da, yəni ayağınızı yerə qoymağa qorxursunuz. Dolçalardan başlayaq. Dolçalar bu həftə həqiqi mənada boşluqdasınız. Yəni bir həftənin ortasında başlayacaqsınız özünüzü egoist, güclü aparmağa, başqa insanlara dəstək olmağa, sonra insanlarla sərhəd quracaqsınız, hər şey ipdən asılı vəziyyətdə qoyacaqsınız. Bu həftə ən böyük problemimiz danışdığınız işlərin hər bir şeyi yarımçıqlıqda qoymağınızdır dolçalar. Sanki bir işi danışacaqsınız, uğurlu vəziyyət aparmaq üçün, sonra birdən həvəsdən düşəcəksiniz. İstəmirəm eləmək, hər şeyi yarımçıq qoymaq istəyirəm, boşluqda qoymaq istəyirəm, insanlar məndən uzaq olsun, düşüncələrim qarışıqdır. Həftənin sonlarına doğru algı, satqı, pulla mübadilə ilə bağlı səhv addım atacaqsınız. Əgər bu həftənin sonuna doğru nəyi almaq istəyirsə, nəyi mübadilə, kontraktlar, algı-satqı ilə əlaqədar etmək istəyirsə, bu həftə onun uğursuzluğunu, lazımsızlığının təsirini görəcəksiniz. Tələsməyə məsləhət görmürəm. Şəxsi həyat, ailə ilə vəbşi bir xaos vəziyyətindəsiniz. Çünki hər şeyi kaşa vəziyyətində saxlamısınız. Belə deyim də, valideynlərlə də əlaqədar olaraq kontaktda bəzi nüanslarda əsəbiyyət, yarımçıqlıq, parçalanma ola bilər. Bunu düzəltməyimizi məsləhət görürəm. Dolçalar. Ümumi dəyərləndirsək, dolçalar həftəlik olaraq 74%-ə qədər uğurlu edə bilərsiniz, amma sizi tutmaq olmur. Nə istəyirsiniz? Özünüz də özünüzdən asılı olaraq hər şeyi boşluqda, parçalanmada saxlayacaqsınız. Əkizlərə gələndə isə əkizlər bu həftə uğurlu edə bilərsiniz. Bəli, pul maddiyyat şanslarınız, zamanla əlaqədar ortada olan böyük bir blokajlarınız, sərhədləriniz varsa, bu həftə onları aşmağı bacaracaqsınız. Bu həftə ən əsas məqamda deyəcəksiniz ki, özümü çox azad hiss edirəm, özümü çox rahat hiss edirəm, özümü toparlaya bilirəm. Qısqanclıqlarınızı, müqayisənizi qırağa qoya bilsəniz, bəli, şəxsi münasibətlə bağlı da, ailə ilə şəxsi münasibətinlə bağlı tamamlanmış bir vəziyyət olacaq. Sadəcə cümə axşamına qədər, bəli, belə deyim də, analiz etməzsiniz hər şeyi, nəyin necə olduğunu, nəyi hara qoyacağınızı, özünüzü beyin düşüncə olaraq necə aktivləşdirməyəcəyinizi çox ciddi düşünməlisiniz və bu istədiyinizi əldə edə bilərsiniz. Ümumi dəyərləndirsək də əkizlər bürcü məncə gözəl həftədir. 85%-ə qədər uğurlu edə bilərsiniz. Bir dənə ən böyük problemimiz qısqanclıq və hər şeyi müqayisə etməyiniz. Burada uduza bilərsiniz, burada itirə bilərsiniz. Buna fikir verin. Tərəzilərə gələcəksə, tərəzilər katastrofa həftəsidir. Gözünüz aydın olsun. Qısqanclığınız, şeytana uymağınız, pul maddiyyatla bağlı səhv addımlarınız, zamanla əlaqədar beyninizdə olan narahatçılıqlar, onurğanızda, başınızda olan problemlər, gizlənmiş nüansların ortaya çıxması, emosionallığınızın aktivləşməsi, istəklərinizi düzgün idarə etməməyiniz, tərəzilər. Yəni sizi bərpa etmək, sizi düzəltmək çox çətin məsələ. Çünki qürurunuz, ədalətdə işləri görməyiniz, amma bunu bacara bilməyəcəksiniz. Bu həftə belə deyim də, ola bilər xəyanətinizi daha çox gücləndirəsiniz. Ola bilər yalanlarınız daha da artsın. Çünki özünüzü olmadığınız kimi başqa bir istiqamətdə, başqa bir düşüncədə göstərməyə çalışacaqsınız və çox böyük səhv edəcəksiniz. Və ümumi gedişat olaraq da axırda gizlənəcəksiniz. Merkurin retrosunda olduğumuz üçün keçmişdən yarımçıq saxladığınız nüanslar əfsuslar olsun. Həftənin 3-cü günündən sonra aktivləşəcək, həftənin 3-cü gündən üzə çıxmağa başlayacaq. Biraz kamuflaj etməsi bəzi nüansları. Çünki səhv anlaşılan, yalancı və doğru düzgün olmayan bir insan kimi özünüzü göstərə bilərsiniz. Emosionallığı çoxdur. Görürəm, diqqət çox tələb etmək istəyəcəksiniz, sizə çox diqqət ayırsınlar, amma istədiyiniz diqqəti çox da əldə edə bilməyəcəksiniz. Çünki beyninizdə rahat olmadığınız, qorxularınızın aktivləşəcəyi bir həftədir. Həftənizi 63%-ə qədər uğurlu edə bilərsiniz, amma həftənin sonları daha çətin bir vəziyyətdə olacaqsınız. İnşallah yaxşı olar.